Romantizm 18-ci əsrin sonu, 19-cu əsrin əvvəlində Avropa ədəbiyyatında, daha sonra musiqidə və təsviri sənətdə təşəkkül tapmış bədii cərəyandır. Romantizmin meydana gəlməsi müəyyən ictimai şəraitlə bağlı olmuşdu. 1789-cu il Fransa burjua inqilabından sonra bu inqilabın vəd etdiklərini həyata keçirə bilmədiyini görən geniş kütlələr arasında bir məyusluq hökm sürürdü və aldanmış, arzuları puç olmuş insanların əhval-ruhiyyəsi məhz romantiklərin yaradıcılığında ifadə olunmuşdu. Demək olar ki, bütün 19-cu əsr musiqi romantizm bayrağı altında inkişaf etmişdi. Schubert, Weber, Mendelssohn, Schumann, Chopin, Liszt və başqa bəstəkarlar romantizmin parlaq nümayəndələridir. Musiqi romantizminin tarixi inkişafında iki mərhələ, erkən və yetkin dövrlər olmuşdu ki, bunlardan hər birinin özünə məxsus əlamətləri vardır. Romantizm cərəyanı incəsənəti yeni mövzu və obrazlarla zənginləşdirmişdi. Romantik sənətkarlar insanın daxili aləminə xüsusi diqqət yetirirdilər. Sanki axtardıqları idealı gerçək həyatda tapmayan romantiklər öz daxili aləmlərinə, lirikaya qapılır və öz xəyallarını, arzu və düşüncələrini, insan yaşantılarını əks etdirirdilər. Yəni, romantik sənətkarların yaradıcılığında lirika hökmranlıq edirdi. Tənhalıq mövzusuna onlar xüsusi yer verir və çox vaxt romantik sənətkarların əsərləri avtobioqrafik səciyyə daşıyır. Yəni, əsərlərindəki qəhrəmanların arasında onlar əslində çox zaman özlərini təsvir edirdilər. Schubertin mahnı silsilələrində təsvir etdiyi qəhrəmanı xatırlamaq olar. Əvvəlcə cəsarətlə həyatın qoynuna atılan, sonradan isə arzuları puç olmuş, tənhalığa düçar olmuş insanın halını acıyan bəstəkar, onun simasını əslində özünün surətini musiqidə təsvir etmişdir. Fantastika, təxəyyüldə yaranmış obrazlarda romantiklər üçün çox səciyyəvi idi. Romantik sənətkarların öz təxəyyülündə yaratdığı obrazlar sanki onu əhatə edən gerçəklikdən daha yüksəkdə dururdu. Bu həyatda arzuladıqlarını görməyən sənətkarlar həsrətində olduğu ideala, xəyalında canlandırdığı həmin fantastik aləmdə qovuşa bilirdi. Beləliklə, acı reallığa təzad kimi verilən fantastikada romantiklər üçün çox səciyyəvi idi. Yeni mövzuların lirikanın ön plana keçməsi ilə əlaqədar olaraq, romantizmdə janr və formalara münasibət də dəyişir. Çünki lirik mövzunu, lirikanın müxtəlif boyalarına əks etdirmək üçün köhnə janr və formalardan əvvəlki qaydada istifadə etmək mümkün deyildi. Ya əvvəlki janr və formaların kökündən dəyişdirmək, ya da yenilərini yaratmaq zərurəti meydana çıxmışdı. Buna görə də musiqidəki aparıcı janrlar romantizmdə yeniləndi. Məsələn, klassik 4 hissəli quruluşa malik olan simfoniyadan daha çox 2, 3 və 5 hissəli simfoniyalar yarandı. Yeni simfonik janr, bir hissəli proqramlı simfonik poema meydana gəlir. Klassiklərin yaradıcılığında ikinci dərəcə rol oynayan vokal və instrumental miniatür, yəni mahnı, romans, kiçik instrumental pyes romantiklərin yaradıcılığında mərkəzi janra çevrildi. Məsələn, Schubert yaradıcılığında mahnı aparıcı rol oynayırdı. Romantiklər instrumental miniatürün yeni növlərini də yaradırdı. Mendelssohnun yaratdığı sözsüz mahnı, Schumannın novellettaları, Schubertin musiqi anları, eksponentləri və s. yeni lirik romantik miniatür nümunələridir. Romantiklər proqramlı musiqiyə, yəni məzmunu konkret olan və çox vaxt ədəbi mənbə ilə bağlı olan musiqiyə üstünlük verirdilər. Xüsusən romantizmin yetkin dövrünün Berlioz, Liszt kimi nümayəndələri proqramlı musiqini geniş təbliğ edir. Liszt və Berliozun proqramlılığa müxtəlif tərzdə yanaşması nəticəsində onların yaradıcılığında simfoniyanın müxtəlif quruluşuna rast gəlinir. Berlioz müraciət etdiyi ədəbi əsərin məzmununu ardıcıllıqla, təfərrüatı ilə musiqidə göstərdiyinə görə onun yaradıcılığında çox hissəli simfoniya üstünlük təşkil edir. Liszt isə musiqidə ədəbi əsərin əsas ideyasını göstərdiyinə görə, yeni ümumiləşdirilmiş proqram tərəfdarı olduğuna görə 2-3 hissəli simfoniyalar yazır və 1 hissəli simfonik poema yaradır. Romantizm cərəyanı Avropa ölkələrinin hamısında yayılmış və görkəmli bəstəkarların yaradıcılığında əsas üslub təmayülünü müəyyən etmişdi. Avstriyada Schubert, Almaniyada Weber, Mendelssohn, Bartholdi, Schumann, yetkin dövrdə isə
Avstriyada Bruckner və Wolf, Almaniyada Wagner və Brahms, Fransada Berlioz, İtaliyada Rossini, Verdi, Paganini, Polşada Chopin, Macaristanda Liszt kimi bəstəkarlar musiqi romantizminin parlaq nümayəndələri kimi tarixə düşmüşlər.